yeniyetməlik dövründə daha çətin bir period olur və daha qarışıq bir period olur. Və həmin periodda əslində valideyn görür övladını və düşünür ki, elə həyatı boyu da mənim uşağım necəsə belə gedəcək, belə davam eləyəcək və mən nəsə eləməliyəm. Və valideynin düşüncəsi fərqlidir uşağa qarşı. Uşağın o anda üsyankar düşüncələri var, tamam qarışıqdır. Və burada anlaşılmazlıq o qədər böyüyür ki, əslində düşünürəm çox vaxt heç valideyn bunun böhran olduğunu belə başa düşmür. Cinsiyyət problemi də var burada. Məsələn, qızlarda fərqli cürdür, oğlanlarda fərqli cürdür. Ata ilə də bağlı münasibət ön plandadır deyə biz orada təkcə fokuslanmırıq ana ilə övlad. Bir psixoloq olaraq əlbəttə ki, bizim əsas görə biləcəyimiz iş onlar arasında münasibəti düzəltməkdir. Yəni kim haqlıdır, kim haqsız mövzusuna girmək lazım deyil ki, bəzən olur yeniyetmələr və yaxud da valideynlər tamam ayrı ssenarilər danışırlar. Məsələn, valideyn gəlir, danışır fərqli bir şey, amma yeniyetməklə danışanda isə tamam fərqli məsələlər ortaya çıxır. Məsələn, valideyn deyir ki, mən onun üçün hər şeyi eləyirəm, yeməyini bişirirəm və yaxud da atası qazanır, gətirir, belə deyək, maddi tərəfdən, mənəvi tərəfdə heç bir problem yoxdur əslində düşünür. Amma yeniyetmənin ondan gözləntisi isə daha fərqli yanaşmağını gözləyir. Çünki yeniyetməlik dövründə bizim problemlərimiz də fərqli ola bilər. Məsələn, yeniyetmədir, münasibət yaşaya bilər, uğursuz ola bilər və yaxud da zorbalığa məruz qala bilər. İmtahan həyəcanı ilə necə baş edəcəyini bilməyə bilər. Yəni bunlar çox həddən artıq fərqli məsələlərdir. Biz psixoloq olaraq burada bir növ tərcüməçi rolunu oynayırıq. Çünki Ülkər də bayaq qeyd elədiyi kimi burada ünsiyyət dilləri fərqlidir və yeniyetmə başqa bir dildə bir şey özünü ifadə edir əslində və valideyn də başqa bir dildə ifadə edir və onların arasındakı anlaşılmazlıq buradan yaranır.